Xoş gördük sizləri, hörmətli izləyicilər. Hər vaxtınız xeyirli olsun. Bugün sizlərə bir klinika təqdim edirəm. Hazırda avadanlıqla bir yerdə satılır. Amma həyatdır, yaşayırıqsa xəstələnmək də var. Əsas odur ki, ağır xəstəliklərə düçar olmayaq və Allah bütün xəstələrə də inşallah şəfa versin. Elə görürsünüz dəyərli dostlar, düz Niyapol klubu qarşı tərəfdədir. Ukraynsk idarədən yuxarı qalxanda düz yolun üstündə yeni tikili binanın alt mərtəbəsində yerləşir. Elə davam edək klinikanın daxilindən. Hörmətli izləyicilər, bu klinika 246 kvadratdır. Hazırda işləy vəziyyətdədir. Satılmağının səbəbi bundan ibarətdir ki, yəni sahibkar özü xaricdə yaşayır deyənə, ona görə də bu klinikanı satır. Tam da avadanlıqla bir yerdə satır. Gördüyünüz kimi bura klinikanın giriş hissəsidir. Girişdə divan yerləşdirilib. Və bu hissədə isə reception yeridir. Obyektin sənədi qeyri-yaşayış çıxarışdır. Tam sənədlər qaydasındadır. Elə başlayaq bir-bir belə deyim, otaqları sizlərə göstərmək istəyirəm. Bu kosmetolog otağıdır. Bu isə bu otaq alətlərin belə deyim təmizlənməsi üçün nəzərdə tutulur və digər otaqları sizə təqdim edirəm. Bu həkim kosmetolog otağıdır. İstirahət otağı və dərmanların saxlanılması üçün depo. Digər otaqları sizlərə təqdim edirəm. Bu stomatolog otağıdır. Bu otaq isə lazer otağıdır. Davam edirik, digər otaqları sizlərə təqdim etmək istəyirəm. Və davam edirik, həm sanitar qovşaqları sizə təqdim edirəm, həm də digər otaqları. Bu sanitar qovşaqdır. Ona qeyd edelim ki, klinikada 2 sanitar qovşaq mövcuddur. Sanitar qovşaq və daxilində paltar yanmaşın. Bu da əlavə bir kiçik bir mətbəxdir. Əlavə bir otaq. Digər müayinə otağı. Və indi isə daxil oluruq cərrahiyyə otağına. Bu isə dəyərli izləyicilər, cərrahiyyə otağıdır.